Fenerbahçe'nin mərhələ keçməsi üçün real şansı var. Çünki rəqib Nottingham müasir İngilis futbolu oynamır. Amma nə oynayır komanda? Gəlin qısa şəkildə başa düşməyə çalışaq. Komanda inanılmaz vertikaldır. Nəzərə alın ki, normalda məsələn Fenerbahçe'nin özündə ən çox progressiv və açar pası edən futbolçular orta saha oyunçularıdır. Çünki hücumçulara pas kanalından bir kanal öncə onlardı. Amma Nottingham Forestdə ən çox progressiv pas atmış oyunçu əlbəttə orta sahada olan Elliot Anderson'dır. Amma ondan sonra 2 və 3-cü yerlərdə mərkəz müdafiəçi olan Murillo və Nikola Milenkovic'dir. Bu da Nottingham'in nə qədər vertikal oynadığını göstərir. Nottingham'in topa sahib olmaq marağı yoxdur. Komandanın ortalaması İngiltərədə 19-cu yerdədir, 50%-in altındadır. Yəni Nottingham Fenerbahçe'yə topu verərək rəqibi amansız əks hücumlarla cəzalandırmağa çalışacaq. Fenerbahçe'nin daha ehtiyatlı olmalı olduğu bir məqam qapıdan yavaş çıxanda rəqibin pressing məngənəsinə düşməməkdir. Çünki Nottingham'in PPD-yi bu mövsüm 8-dir. Məsələn, bu epizodda gördüyümüz kimi Ferencvaros'un müdafiəçisi topu yaxşı çıxara bilmir qapıdan və nəticədə hücum Ötvesin avtogol ilə nəticələnir. Digər tərəfdən komanda özü 5-4-1 taktikasıyla müdafiəyə otura bilməyiblərsə, o zaman çox rahat şəkildə xəttlər arası paslara məruz qala bilirlər və bundan da cəzalana bilirlər. Çünki Nottingham'in müdafiəsi intellektdən daha çox xaotik say çoxluğuna əsaslanıb. Əgər Nottingham hesabda geridədirsə və oyuna qayıtmalıdırsa, yenə də komanda açılırsa, rahat şəkildə vertikal toplarla onu cəzalandırmaq olar. Məsələn, Aston Villa ilə maçda gördüyümüz kimi çox asan şəkildə komanda cəzalanır. Çünki komandanın Nottingham müdafiə fəlsəfəsi yalnız say çoxluğuna və 5-4-1-lik sədd qurmaqla kifayətlənir. Fenerbahçe'nin bu rəqibi keçməsi üçün kifayət qədər ciddi heyəti və istedadlı məşqçisi var. Amma biz düşünürük ki, bunun üçün komanda Şükrü Saracoğlu'da müsbət nəticə əldə etməlidir. Siz necə düşünürsünüz? Nottingham Fenerin dişinə görə rəqibdirmi?